Salam, hər vaxtınız xeyir. APA TV-nin efirində Öncə Sağlıq proqramına baxırsınız. Bugünkü proqramımız ən aktual mövzulardan biri olan dəriyə qulluq barədədir. Qadınlar üçün ən vacib hesab olunan üz dərisinə qulluq hər fəsildə özəllikləri ilə seçilir. Soyuq havalarda, qış fəslində isə dəriyə qulluğun xüsusi özəllikləri var. Qışda soyuq, quru, həmçinin nəm havanın təsirinə məruz qalan dərinin daha çox müdafiəyə, bərpaya ehtiyacı olur. Nəzərə alsaq ki, bu il havalar birdən-birə soyuyub, çoxlu yağıntıların ardınca qışa məxsus şaxtalar qeydə alınıb. Ona görə də bu mövzuda mütəxəssisə ünvanlayası xeyli suallarımız var. Öncə Sağlıq proqramının bugünkü buraxılışında nələri biləcəksiniz? Qış fəslində üz dərisinə necə qulluq edilməlidir? Soyuq havalarda üzdə hansı problemlər yaranır? Qışda günəş ləkələrinin yaranması mümkündürmü? Üzdə olan problemləri aradan qaldırmaq üçün qış nəyə görə ən əlverişli dövr sayılır? Günəşdən qoruyan kremlər necə istifadə edilməlidir? Qışda neçə faktorlu müdafiə kremi çəkilməlidir? Dərinin vaxtından əvvəl qocalmasının qarşısını almaq olar? Qışda ev şəraitində hansı maskalardan istifadə olunmalıdır? Sızanaqlı dəri üçün nələri etmək lazımdır? Göz altında yaranan problemlər zamanı hansı prosedurlarla daha yaxşı nəticə əldə etmək olar? Hansı kosmetoloji prosedurlar 10 yaş cavan görünməyə imkan yaradır? Peelinglə bağlı yaş məhdudiyyəti nəzərə alınırmı? Biosintetik gel istifadəsi sonradan hansı fəsadlara yol açır? Üzü sabunla yumaq olarmı? Əllərə qulluğun vacib şərtləri hansılardır? Qonağımız Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssislərindən biridir. Həkim, kosmetoloq Xariqə Quliyeva studiyamızdadır. Xoş gördük Xariqə xanım. Salamlayırıq sizi. Mən də salamlayıram izləyicilərimizi. Təşəkkür edirik sizə dəvətimizi qəbul elədiyinizə görə. Xariqə xanım, artıq belə demək mümkündürsə qışdır. Yəni noyabr ayının əvvəllərindən çox soyuq havalar müşahidə olunmağa başlayıb, bayaq da qeyd elədiyimiz kimi. Bu şəraitdə, soyuq havada dəriyə qulluğun hansı xüsusiyyətləri var, hansı fərqləri var digər fəsillərdən fərq olaraq? Ümumiyyətlə, yəni sizin bugünkü mövzunuz həqiqətən də ən aktual mövzudur. Bizə müraciətlər arasında da və yəni hər bir xanımı narahat edən problemdir bu fəsildə dəriyə qulluq. Onu qeyd etmək istəyirəm ki, bu fəsil qulluq üçün daha çox dərinin ehtiyac duyduğu bir fəsildir. Yəni bu fəsildə dərimiz daha çox vitaminsizləşir. Yəni xarici faktorlar burada daha çox dəriyə mənfi təsirlər göstərir. Yəni xarici faktor deyəndə soyuq, külək, şaxta, günəş, məsələn qışda yaranmış günəş ləkələri daha da yəni çox həqiqətən də problemi həll olunmayan ləkələrlə rastlaşırıq bu fəsildə. Bu fəsildə amma baxdıqda isə bəzi problemlərimiz vardır ki, bu fəsildə o problemləri aradan qaldırmaq üçün də bu fəsil ən əlverişli fəsil sayılır. Nəyə görə? Nə baxımdan əlverişli pigment hesab ləkələri edirsiniz? vardır ki, xanımlarımız hamiləlik vaxtı, laktasiya vaxtı, qan azlığından və yaxud günəş ləkələrindən, günəş vannalarını qəbul etdikdən sonra dəridə yaranmış ləkə problemləri, yəni pigment ləkələri yay fəslində aradan qaldırılmaq mümkün olmur, baxmayaraq ki, o fəsildə daha çox qazanılır. Bu fəsildə isə, qış fəslində isə bu problemlər daha asanlıqla aradan qaldırıla bilir. Yəni, bu fəsildə fraksion lazerdir, shining peeldir, bütün lazer peeling proseduraları bu fəsildə həyata keçirilir. Bəli. Qeyd elədiniz ki, qışda günəş ləkələri ilə bağlı. Qışda ümumiyyətlə günəşli havalar çox az olur, belə demək mümkündürsə. Amma buna baxmayaraq, bəziləri hesab edirlər ki, qışda günəş yoxdur deyə qoruyuculardan istifadə eləmək, xüsusi tədbirlər görməyə ehtiyac yoxdur. Yazda, yayda bunun önəmi çoxdur, nəinki qışda. Bəli, amma qışda yəni bəzi xanımlarımız müraciət edənlər arasında da yaxınlaşırlar. Xariqə xanım, biz günəşdən müdafiə kremlərini ancaq yay fəslində istifadə edirik, amma bu belə deyil. Ümumiyyətlə, yaz, yay, qış, bahar, yəni ilin 4 fəslində də günəşdən müdafiə kremlərindən istifadə olunmalıdır. Sadəcə olaraq buradakı faktorlar dəyişə bilər. Yay fəslində faktorlar nisbətən yüksək, qış fəslində isə faktorları nisbətən azalda bilərik. Məsələn, 15-30 arasında olan faktorları qış fəslində istifadə edə bilərik, 30 ilə 50 arasındakı faktorları isə yay fəslində mütləq istifadə olunmalıdır.
Azərbaycan mühiti üçün, yəni bunları siz yetərli hesab edirsiniz. Bəli, ümumiyyətlə xanımlarımız günəşdən müdafiə kremləri alarkən çalışmalıdırlar ki, yəni tanınmış bir marka olsun, yəni güvənilən bir marka olsun və eyni zamanda da yəni yüksək faktora üstünlük verməsinlər. Yəni 50 faktor bizim üçün yetərlidir. Əgər güvənilən bir firmadırsa, 50 faktor yetərlidir. Yeri gəlmişkən, bizim apteklərdə bəzi mağazalarımızda 60 piloz, hətta 80 faktorlar satılır. Mən rastlaşmışam. Yəni, məsələn, mən 12 ildir ki, artıq bu sahədə fəaliyyət göstərirəm və 12 ildir demək olar ki, bir çox ölkələrdə estetik mərkəzlərdə olmuşam və həmin estetik daha çox rastlandığım, orada tanınmış, güvəndiyimiz bir markalar vardır ki, mən onu da Azərbaycanda həmin o markalardan istifadə edirəm və 12 ildə pasiyentlərimdə heç bir şikayəti yoxdur, rahatlıqla istifadə edirlər. Yay fəslində və qış fəslində də heç bir ləkə problemi ilə üzləşmirlər. Bir halda ki, günəş kremlərindən bəhs elədik, bununla bağlı elə yeri gəlmişkən bir neçə sualım var. Günəş kremini necə çəkmək lazımdır, necə istifadə eləmək lazımdır? Bəli, bu ən çox verilən suallar sırasındadır. Günəş kremini, xanımlarımız günəş kremini evdən çıxmadan əvvəl çəkir və bir də yay olsun, qış olsun, fərqi yoxdur. Çəkirlər və rahat şəkildə günlük həyatlarına davam edirlər və günün axırında və yaxud da ki, fəslin axırında deyirlər ki, krem çox keyfiyyətsizdir. Üzümüzdə, baxmayaraq ki, günəşdən müdafiə kremi çəkmişik, ancaq üzümüzdə yenə də ləkələr əmələ gəlib. Bu belə deyil. SPF faktorlu kremlər, yəni SPF kremlərimiz 2-3 saatdan bir öz təsirini itirirlər. Buna görə də yaxşı olardı ki, xanımlarımız 2 saat, 2 saat yarımdan və ya 2-3 saatdan bir belə götürək, hər hansı bir makyaj çıxardan nəm salfetkalardan istifadə etsinlər, makyajı təzələsinlər, günəşdən müdafiə kremi 2-3 saatdan bir mütləq yenilənsin. Bu yalnız günəşlə təmasda olanda, günəş altında olanda istifadə olunmalıdır. Məsələn, ofis şəraitində kompüterlə iş başında olanda və yaxud da belə işıqlarla təmasda olanda, onda da istifadə edilə bilər. Mən bu yaxınlarda bir estetik seminarda iştirak elədik. Orada əgər pigment ləkəsinə dəri meyillidirsə, hətta lampalar belə, bu ləkələrin aktivləşməsinə, melanin istehsalının aktivləşməsinə gətirib çıxarır. Yaxşı olardı, əgər ofis şəraitində hər hansısa bir xanım çalışırsa, işgüzar xanımdırsa, yaxşı olardı ki, faktoru nisbətən az olan, yəni SPF 15, indi çox yaxşı tonal kremlər çıxıbdır ki, bildiyimiz kimi tonal kremlər də dəridə hidrolipid təbəqə yaradır ki, bunun özü də dərini xarici faktorlardan qoruyur və o hidrolipid təbəqə yaradan tonal kremlərin tərkibində isə SPF 15 faktorlar vardır ki, bu da ofis şəraitində işləyən xanımlar üçün nəzərdə tutulub ki, yəni onlar da ən azından lampalardan, kamera işıqlarından dərini qoruyur. Bəli. Günəşdən başqa digər hansı xarici faktorlar dəriyə çox böyük təsir gücünə malikdir? Ümumiyyətlə, bu fəsil dərimiz üçün biraz qarışıq qulluq tələb edən bir fəsildir. Belə ki, nəmləndirici kremi evdən çıxmadan əvvəl, ən az yarım saat, 40 dəqiqə əvvəl krem istifadə olunmalıdır evdə, çəkilməlidir, ondan sonra soyuq havaya çıxmalıdır. Çünki bildiyimiz kimi və bəzi xanımlarımız düşünürlər ki, yay fəslində nəmləndirici kremlərdən istifadə etməyə artıq ehtiyac deyil. Yox, makyajın altından və makyaj çıxdıqdan sonra mütləq nəmləndirici kremlərdən istifadə olunmalıdır və makyaj isə mütləq şəkildə evə gəldikdə isə makyaj tamamilə üzdən südlü maloçka ilə, toniklə dəridən çıxardılmalıdır və gecə kremi, gündüz kremləri bunlar hamısı vaxtında istifadə olunmalıdır. Bəli. Şaxtalı havalar dəridə hansı iz buraxır? Şaxtalı havalar ümumiyyətlə dərimizdə qan dövranını, ilk növbədə qan dövranında pozulmalar yaradır ki, bəzən o da xanımlarda rozasiya, kuperoz kimi xəstəliklərə gətirir, çıxardır. Yəni, rəngdə, burun nahiyəsində, yanaq nahiyəsində, alın və çənə nahiyələrində nisbətən qızarmalarla rastlaşırıq. Digər soyuq havalarda epidermal qatda quruluq, yəni ölmüş hüceyrələrin sayı normadan artıq olur. Sonra yağlı dərilərdə isə yağ balansı düzdür, nisbətən azalsa da, amma burada poralarda genişlənmə, yəni sərtləşmə hissi olunur. Deyərdim ki, bu faktorlardan qorunmaq üçün çox yaxşı olardı ki, ilk növbədə xanımlarımız fəsil girmədən əvvəl hansısa bir seçdikləri bir mütəxəssisə, professionala müraciət etsinlər. Dəri tipinə görə hansı qulluq lazımdır, dəri tipinə görə ona uyğun qulluqlardan istifadə etsinlər.
Hansı qulluqlar lazım olur? Məsələn, fərqləndirək. Quru dəri Məsələn, üçün, yaxşı yağlı olardı dəri ki, üçün. bu fəsildə mütləq bu fəsildə yağlı, quru dərilər hər ikisinə aiddir. Lazer peelinglərdən istifadə etsinlər. Mütləq biorevitalizasiya, plazma terapiya, shining kimi proseduralara üst tutulsun ki, dəri yəni vaxtından əvvəl anti-age proqramı, yəni qocalıq əleyhinə proqram vaxtından əvvəl başlamasın. Bəli. Bəs bunu Xariqə xanım edə bilməyən xanımlarımız da var. Ev şəraitində. Edə bilməyən xanımlarımız ev şəraitində nələr eləməlidirlər? Hansı məsləhətləriniz var bununla bağlı? Məsələn, ev şəraiti, professionala müraciət edə bilməyən xanımlar ev şəraitində yaxşı olardı ki, götürək etapla quru dərili xanımlarımız. Əgər dəriləri qurudursa, məsəl üçün, əgər yumurtaya qarşı allergiyaları, həssaslıq yoxdursa, yumurtanın sarısını, içinə bunun hər hansısa bir vitamin kompleks ampula şəklində yumurta sarısına qatıb, üzlərinə vura bilərlər. Eyni, əgər yağlı dəridirsə, yağlı dərili xanımlarımız isə yumurtanın ağından istifadə edib, həmin vitamin kompleksini qarışdırıb yenə üzlərinə çəkə bilərlər. Sonra qarışıq dərili xanımlar isə yaxşı olardı ki, məsələn, hər hansı bir aloe sokundan istifadə eləsin, natural aloe yarpağının sokundan istifadə edib, səhər-axşam dərilərini silə bilərlər. 20-30 dəqiqə saxladıqdan sonra isə ilıq sunan yumaq. Bu gündəlik olmalıdır, periodik olaraq? Həftədə 3 dəfə təkrarlansa daha məqsədə uyğun olur. Ümumiyyətlə, dəri tipi olaraq mütəxəssis kimi hansı dəri tipləri daha yaxşı hesab olunur? Hər bir dəri tipinin özünə məxsus problemləri vardır. Məsələn, həmişə biz eşitmişdik ki, yağlı dəri tipləri gec qocalan dəridir. Amma yağlı, bəli, gec qırışır, gec qocalır. Amma bunu da nəzərə alaq ki, yağlı dərilərdə yağ balansı normadan artıq ifraz etdiyinə görə burada da aktiv aknelərə daha çox rast gəlirik, komedonlara daha çox rast gəlirik və quru dəriyə gəldikdə isə quru dəridə aktiv aknelərə, komedonlara rast gəlməsək də vaxtından əvvəl qocalmayana, yəni qırışların əmələ gəlməsini rastlaşırıq. Yəni, yaxşı olardı ki, hər bir dəri tipi dəxli yoxdur, quru dəridir, yağlı dəridir, qarışıq dəridir, düzgün şəkildə qulluq. Bu aknelərdir, uqrilərdir, bunlar qış fəslində rast gəlinmə baxımından artım qeydə alınır? Bu problemlər ümumiyyətlə fəsil orada problem deyil. Sadəcə olaraq onların dominant dövrü var və residiv dövrü var ki, yəni daha aktiv dövrü var, daha pasiv dövrü var, belə desək, daha rahat başa düşürlər. Yəni, orada qida rasionundan çox şey asılıdır, həyat tərzindən stres bunları aktivləşdirə bilər. Ümumiyyətlə, belə deyək də, problemli dərilər üçün qidalanma faktorunda təbii ki, önəmi var. Bəli, qida rasionu çox önəmlidir. Bəs qış fəslində bununla bağlı nəsə xüsusi bir... Ümumiyyətlə, dərimizdə əgər problem vardırsa, akne ilə bağlı, yağlı, duzlu, istiotlu və qızardılma kimi qidalardan uzaq dursaq daha məsləhətdir. Fast food, qazlı sular. Maye qəbulu necə olmalıdır? Yəni, üz dərisi ilə bağlı bildiyimiz kimi? Ən az hər birimiz gün ərzində litr yarım və 2 litr arasında mütləq maye qəbul olunmalıdır ki, hüceyrələrimiz susuz qalmasın. Üz dərisinin bəzi xarici mütəxəssislərin bununla bağlı tez-tez tövsiyələri olur, rast gəlirik biz. Üz dərisinin cavanlaşdırılması üçün gün ərzində daha çox su qəbulu ilə bağlı müəyyən tövsiyələr olur və bununla bağlı xüsusi proqramlar işləyirlər. Sizin buna münasibətiniz necədir? Mən ümumiyyətlə pasiyentlərimə də hər zaman dərimizə, qulluğa gəlində mən deyirəm, hansısa bir dibçəkdəki gülü öz dərinizlə müqayisə eləyin. Yəni, dibçəkdəki gül necə diqqət, qayğı sevirsə, istəyirsə bizim dərimiz də onun kimi. Yəni, bəzi xanımlarımız müraciət eləyir ildə bir dəfə və keçən il elətdirmişdim, ondan sonra daha elətdirmişəm. Məncə kifayətdir. Yəni, mən həmişə onu bu müqayisəni gətirəm. Əgər hansısa bir dibçəkdəki gülə ildə bir dəfə su töküb və yaxud baxsan, günəş işığı versən, hava versən, həmin bitki necə olar sonu? Yəni, dərimiz də dibçəkdəki gül kimi diqqət, qayğı, baxım sevir. Gözaltı dərisini qış fəslində yəni ən çox rast gəlinən problemlərdən biri də gözaltı dərisində olan qırışların artması, torbalanması və yaxud da ləkələrin yaranmasıdır. Bəli, gözaltı nahiyəsində olan problemlərimizi
mən bayaq qeyd elədim, lazer proseduralarımız vardır ki, indi bu yaxınlarda yenə mən estetik seminardan qayıtdıqda, oradan yeni bir proqram gətirmişik. Fraksion lazer prosedurası ilə yeni proqram təyin olunubdur ki, göz altı qapaqların, bəli, şişkinliklər, göz altında olan tündlüklər, qırışlar, bəzi xanımlarımız var ki, iynəli proseduralar istəmirlər. Və bu xanımlarımızın arzu istəklərini biz də nəzərə alıb, həmin bu proqramı gətirmişik. Həmin proqramda deməli göz altında mikroskopik şəkildə dəliklər açılır ki, bu da belə epidermal qat da lazer vasitəsilə xırda dəliklər açılır və 4-5 günə sağalmasıdır. Bir prosedura ildə 3 dəfə olunur, 1 ay aralıqla. Hər prosedurada isə 30-40% nəticə, effekt almaq olur. Buna kosmetoloji əməliyyat demək mümkündür? Mən deyərdim ki, son zamanlar kosmetologiya plastikanın yanında bir inqilab eləyib deyərdim ki, yəni bu inqilab da mən həmişə demişəm, fraksion lazer cihazını icad eləməklə kosmetologiya sahəsində bir çevriliş olub, bir inqilab olub ki, dəridə bəzi xanımlarımız inyeksiyon proseduraları istəmirlər. Yəni belə deyək, öz heç bir müdaxilə olunmadan dərilərini gözəlləşdirmək istəyirlər. Bəli, son zamanlar bu bir inqilabi çevriliş yarandı ki, bu da fraksion lazer proseduralarıdır ki, bununla xanımlarımız 10 yaş gəncləşə bilirlər. Dəri altına heç bir inyeksiyon proseduru, yəni inyeksiyon bir vasitə yeritmədən dəridə 10 yaş gəncləşməni əldə edə bilirik. Digər o prosedurlardan, indiyə kimi mövcud olan, istifadə olunan prosedurlardan əsas fərqləri nədir? Elə bu qeyd elədiklərinizdir, yoxsa başqa özəllikləri də var? Fraksion lazer. Bəli. Fraksion lazerinin digər proseduralardan fərqi mən deyərdim ki, hətta müqayisə olunmayacaq dərəcədə bir özəl bir proseduradır. Prosedura lazer şüalarının köməkliyi ilə epidermal qatda mikroskopik dəliklər açıb. Bildiyimiz ki, hər bir yarada zamanla sağalması üçün yaranın ağzı bağlanır və yaralar arasında olan məsafələr getdikcə kiçilməyə başlayır. Bunun sayəsində də dərimizdə lifting, yəni toparlanma, cildin toparlanması, gözlə görüləcək dərəcədə cildin toparlanması, göz ətrafında olan xırda qırışlar aradan qaldırılır. İki qaş arasında, alında, dekoltə nahiyədə, ağız bucaqlarında tamamilə demək olar ki, yaranmış problemlər tamamilə aradan qaldırılır. Bu prosedurlardan sonra, məsələn, xanım iş həyatına davam eləyə bilər, yoxsa bir müəyyən həftə müddətində, bəli, bir həftədən sonra, 4 gün müddətində sağalmadı, tam bir həftədən sonra isə xanım günlük həyatına başlaya bilər. Bu qış fəslində bunun olunması mümkündür. Bəli, qış fəslində, bəli, yəni bu prosedura sadəcə olaraq ancaq qış fəslində tətbiq olunur. Bəli. Ən çox istifadə olunan prosedurlardan biri də yəni peelinglərdir, mezoterapiyadır. Bununla bağlı nələri qeyd eləyə bilərsiniz? Yəni bu fəsildə bunları eləməyin bir üstünlüyü və yaxud da ki... Bəli, bu fəsildə bu proseduraları eləmək daha rahatdır. Yəni bu fəsildə günəş şüaları yay fəsilinə nisbətən daha zərərsizdir dəri üçün. Yəni bu fəsildə dərimizi günəşdən qorumaq daha rahatdır. Ona görə bu fəsildə fraksion, yəni lazer peeling proseduraları bu fəsildə olunması daha məqsəd yönlüdür. Təbii ki, yəni bu fərdi prosedurlardır. Pasiyenti müayinə eləyəndən sonra siz qərarınızı verirsiniz. Amma belə kim istəsə elə peeling elətdirə bilərmi? Çünki bu çox geniş yayılır. Peeling üçün yaş məhdudiyyəti yaxşı. Dəridə göstəriş hansı yaşda başlayırsa, lazer peeling proseduralarda tətbiq etmək mümkündür. Sadəcə olaraq burada yaşa görə, dərinin problemlərinə görə proqramlar dəyişir. Bəs yaş məhdudiyyəti varmı bu peelinglə bağlı? Yəni 14-15 yaşında adətən bizə peelingə görə müraciət etmirlər. Müraciət edənlər əgər akne izləridirsə, akne skarlardırsa, burada 14-15 yaşında da biz bu proseduranı tətbiq eləyirik. Yəni aknelər sağalır, aknenin yerində, yəni belə deyək, çapıqlar qalır. Bəli, bu çapıqlarda yaş məhdudiyyəti yoxdur. 14-15 yaşında da bizim pasiyentimiz olubdur ki, həqiqətən də dərinin buna ehtiyacı olub. Amma orada yəni dozalar var ki, və proqramlar var ki, yaşa görə biz orada dəyişirik. Mezoterapiya ilə bağlı bəs eyni sözlər demək mümkündür? Mezoterapiyada fraksion lazerdə aldığımız nəticələri mezoterapiyada almaq o qədər də o nəticələri mezoterapiyada almaq olmur, əldə edə bilmirik. Sadəcə olaraq biz burada kombinasyon prosedura deyirik. Yəni birgə
fraksion lazer eləyirik. Ondan sonra isə sağalma müddətini gözləyirik. Sağalmadan sonra isə 4-5 prosedura mezoterapiya eləyirik. Mezoterapiya isə deməli mezoterapevtik dərman kokteyllərinin hazırlayırıq və mikroskopik dozada dəri altına epidermal qata yeridirik. Bunun hansısa fəsadları olur xarici xanım? Əlbəttə, bizim bu yaxınlarda da bizim video müraciətlərimiz olubdur ki, xanımlarımız bizə müraciət edən xanımlar arasında daha çox qeyri-peşəkar kosmetoloqları seçərək, kosmetoloqlar qeyri-peşəkar kosmetoloji vasitələrdən istifadə edib xanımlarımızın üzündə bir çox problemlər yaradırlar ki, çox təəssüflər olsun ki, biz o xanımlara da kömək edə bilmirik. Çünki müraciət artıq gec olur. Yəni, problemi aradan qaldırmaq artıq gec olur. Yaxşı olardı ki, müraciət edənlər kosmetoloq seçərkən düzgün məkan, düzgün mütəxəssis seçsələr, yəni bizim işimiz də azalar. Ən çox hansı fəsadlarla rastlaşırsınız? Daha çox son zamanlar daha çox biosintetik geli natural gel adı ilə, yəni gyaluron turşusu adı ilə dəri altına yeridirlər. Botoks? Yox, botoks tamamilə başqadır burada. Bəli, burada dolğu kimi, dodaqda, yanaq nahiyəsində, iki qaş arasında biosintetik gelləri natural gellər adından istifadə edirlər. Və burada da bir çox fəsadlar rastlanır ki, həqiqətən də bu fəsad, məsələn, türklər buna canlı bomba deyir. Bəli, o biopolimer deyilən bir dərman var ki, ona canlı bomba deyirlər ki, öz üzərimizdə. Yəni o dərəcədə böyük. Məsələn, hətta bu yaxınlarda mənim bir müəllimim var, Türkiyədə işləyir, o uzman doktordur. Deyir ki, biopolimeri, sintetik gelləri üzümüzə vurmaqla biz öz ayağımıza elə bil atəş açmış oluruq. Hətta o dərəcə. Bəli. Bir qədər də geniş izah eləməyinizi istəyərdim. Məsələn, bunu vurdurdu bir xanım. Bəli, ilk vaxtlar heç bir Nə baş verə problemlər. bilər? Yəni orada çox maraqlıdır ki, Məhbub, onun etiologiyası. Yəni əmələ gəlmə səbəbini bilmək olmur. Xanım hər hansısa bir az bir şəkildə təzyiq və yaxud da ki, iqlim dəyişikliyi, temperatur təsir eləyə bilər. Yəni, inandırım sizi ki, müraciətlər arasında mən bir statistik informasiya toplamaq istədim ki, əmələ gəlmə səbəbini, məsələn, əgər biosintetik gel vurulub, amma yaranmış fəsadın əmələ gəlmə səbəbini axtardım. Bəzi xanım oldu ki, saunaya getmişdi, yüksək temperatur. Bəzi xanım velosipeddən yıxılmışdı, həmin o zona dəymişdi, təzyiq almışdı, bəli, travma. Bəziləri heç bir şey eləmədən sadəcə olaraq ağız ətrafında idi bu problem. Yatıb səhər durmuşdu ki, həmin nahiyədə şişkinlik var, temperatur vermişdi. Hətta onu ilk vaxtlar dişlə bağlı problem hesab eləyib diş həkiminə müraciət etmişdi. Yəni tam olaraq əmələ gəlmə səbəbini tapmaq olmur. Mən eşitdiyimə görə ağız ətrafında olan xüsusi sinirlərin zədələnməsi kimi hallar da hətta baş verir. Yəni bu biosintetik gellər çox təəssüf olsun ki, cərrahi müdaxilə olmadan biz bunu aradan qaldıra bilmirik. Çox təəssüf ki. Biz əsasən qadınlarla bağlı danışırıq, Xariqə xanım. Ümumiyyətlə, günəş kremləri ilə bağlı bayaq qeyd edəndə, kişilər necə istifadə eləməlidirlər? Ümumiyyətlə, bizə müraciət edənlər arasında mən deyərdim ki, son zamanlar kişi ilə qadınlar say olaraq deyərdim ki, hətta eynidir ki, kişilər yəni aşağı deyil müraciətlər arasında. Kişilərdə də düzgün baxım, düzgün müraciətlər var. Yəni, son zamanlar mən müraciətlərdə maariflənməni çox bəyənirəm. Yəni, çox düzgün şəkildə bizə müraciət edirlər. Hansısa bir, məsələn, qol altında tərləməyə görə müraciət edən kişilərimizin sayı çoxalıb. Alında, göz ətrafında qırışları aradan qaldırmaq üçün müraciət edənlər, burun ətrafında, nə bilim, göz ətrafında olan komedon və uqrilərin təmizlənməsinə görə müraciət edənlər, məsələn, saç tökülməsinə görə plazma terapiya proseduralarına müraciət edən kişilərimizin sayı çoxalıb. Kişilər üçün gündəlik, qadınlar üçün məlumdur. Bayaqdan biz bir neçə dəfə vurğuladınız, hansı prosedurları həyata keçirməlidirlər, gündəlik hansı qulluq olmalıdır. Bəs kişilər necə? Xüsusi bir bununla bağlı qeydiniz var mı? Kişilər də yenə dəri tiplərini müəyyənləşdirməlidirlər. Onlar hər gün, məsələn, işləyən kişilərə aiddir bu. Hər gün əgər üzlərini təmizləyirlərsə, yaxşı olardı ki, yağlı dəridirsə, yağlılıq, quru həssas, bunları müəyyən eləsinlər.
üz təmizləndikdən sonra spreylər olur onlarda, koloniyalar olur. Yəni onu seçərkən onlara diqqət eləməlidirlər ki, nəmləndiricisi var, quru həssas dəri üçün olanları var ki, mütləq üz təmizlənildikdən sonra düzdür onlar makiyaj etmirlər ki, makiyaj təmizlənilsin. Amma yaxşı olardı yatmazdan əvvəl onlar da nəmləndirici kremlərdən istifadə etsinlər. Bəli. Xarqa xanım, bayaq qeyd elədiniz ki, 12 ildir ki, dünyanın bir çox tanınmış şirkətləri ilə, kosmetoloji firmaları ilə əməkdaşlıq edirsiniz. Belə tanınmış şirkətlərdən biri də İsveçrənin Apple şirkətidir. Bəli. Siz bu yaxınlarda həmin şirkətin rəsmi texnoloqu seçilmisiniz. Ayın 9-unda, bəli. Çox güvənilən, tanınan bir firmadır Apple şirkəti. Bəli, bununla bağlı, həm o firma ilə bağlı, həm onun texnoloqu olmaq nə deməkdir? Onunla bağlı da istərdim tamaşaçılara məlumat verəsiniz. Həqiqətən də bu xəbər mənim üçün çox gözlənilməz oldu və çox sevindim. Çünki ümumiyyətlə, mən hər zaman deyirəm, hər kəs işləyən hər bir xanım, bu sahədə işləyən hər bir xanım istifadə etdiyi dərmanı seçərkən, şirkəti seçərkən güvənilən, tanınan bir şirkət olmalıdır ki, sabahları bir problem olduqda da arxasında güvənilən bir firma ona sahib çıxsın. Bəli, mən çox sevinirəm və təşəkkür edirəm bu firmaya ki, bu firma məni həqiqətən də özünə rəsmi texnoloq seçildi. Onda qeyd etmək istəyirəm ki, bu firmanın texnoloqu olmaq, yəni özəllikləri odur ki, mən dünyanın, Avropanın hər bir şəhərində mən bu sertifikatla gedib rahat şəkildə işləyə bilərəm. Yəni, rəsmi texnoloq, bu şirkətin rəsmi texnoloqu kimi dünyanın bir çox şəhərlərində, ölkələrində gedib bu sertifikatla rahat şəkildə kosmetoloq işləyə bilərəm. Ümumiyyətlə, bu firmanın digər firmalardan fərqi nədir? İlk öncə Avropa məhsullarıdır. Tərkib etibarilə çox sintezi düzgün olunmuş. Heç bir, yəni demək olar ki, 1 il 6 aydan artıqdır ki, artıq mən işləyirəm bu firma ilə. Yəni, dərman məhsullarını çox bəyəndim. Mezoterapevtik dərman məhsulları, bunlarda kremlər vardır, maskalar vardır, biorevitalizantları var, normal və filler məhsulları vardır ki, bunları mən çox sevərək, bəyənərək istifadə edirəm və çox uğurlu da nəticələrimiz var. Azərbaycanda ümumiyyətlə geniş yayılıbmı? Yoxsa siz texnoloq olduğunuza görə siz daha çox istifadə edirsiniz? Yox, şükürlər olsun ki, son zamanlar artıq hər kəs yaxşını artıq seçir, müraciət edir. Bizdə də, yəni bu firmaya da professionallar müraciət edir. Yəni bizim ölkəmizdə çox təəssüflər olsun ki, mütəxəssislər daha çox ucuzluğa üstünlük verirlər. Yəni, Məhbub xanım, son zamanlar deyərdim ki, bu mənim üçün ən bir zəif bir nöqtə deyərdim ki, bəli, ucuz lazer aparatları alaraq, ucuz məhsullar alaraq, yəni müştəriləri bir növ, pasiyentləri bir növ cəlb eləmək istəyirlər. Amma çox təəssüflər olsun ki, sonunda pasiyentlər özləri də pisini yaxşıdan ayıra bilirlər. Yəni, bu sonradan fəsad yaranır, sonradan bəli, iz buraxır. Fəsad verməsə belə, pasiyent sənə ən az 35-40 dəqiqəsini sərf eləyir, gəlir səndə uzanır. Yəni, o sənə güvənərək gəlir sənin əlbin altındakı. Məsələn, həqiqətən də hər bir xanım istədiyi bir üz quruluşuna, istədiyi bir arzu olunmayan problemləri aradan qaldırmaq istəyir və güvənərək gəlir sənin yanına. Yəni, biz onların güvənlərini qırmamalıyıq, itirməməliyik. Yaxşı olardı ki, onların güvənlərini biz də daha da artırmaq üçün güvəndiyimiz bir firmanın məhsullarından istifadə edək ki, xanım da arzu etdiyi üz quruluşuna sahib olsun. Yəni, gözəllikləri, sağlamlıqları bahasına başa gəlməsin onlara. Xarqa xanım, ümumiyyətlə firma adı çəkmədən krem alarkən, digər qulluq edici vasitələr alarkən nələrə diqqət yetirmək lazımdır? Bəzən etiraf eləyək ki, bahalı firmaların da problemli məhsulları ola bilər. Bəli, son zamanlar hətta mənim özümə belə, bacıma belə telefon zəngləri olur ki, sizin telefonunuz hansısa bir uduşa düşüb, sizin telefonunuz çox geniş yayılmış. Çox geniş yayılıb və mən deyərdim ki, çox böyük, yəni az bir summa da deyil, yəni büdcəmizə uyğun bir summa deyil. O, yəni hər bir xanımın gücü çatmayan bir orada məbləğdən söhbət gedir. Bəli, mən onu həmişə qeyd eləmişəm ki, çox gözəl onlarda marketinq var. Çox gözəl. Mən hətta bunu deyirəm ki, orada bir gipnoz. Yəni, xanım ora müraciət edir, müştəri ora müraciət edir. Yəni, orada almayan, oradan məhsul almayan bir insan tanıya bilməsin. Bəli, elə yüksək səviyyədə psixoloji təsir edirlər ki, psixoloji baskı deyərdim mən ona.
Yəni götürün, aparın, əgər bəyənməsə sonra gətirərsiniz. Yəni çox təəssüflər olsun ki, biz Azərbaycanda bax belə bir fəaliyyət göstərən mərkəzlər var. Amma yaxşı olardı ki, professionala müraciət etsinlər xanımlarımız və professional, güvəndiyimiz bir, yəni ad çəkmiriksə, orada bilirsiniz necə, məsələn bu yaxınlarda mən rastıma 6 manatlıq bir krem çıxdı. Sizi inandırım ki, Məhbə xanım, mən onun tərkibini, sastavı oxudum. Yəni özüm belə valih oldum ki, yəni bu summaya bu sastav necə ola bilər? Bunun qablaşması var, Azərbaycana gəlməsi var, satışı var. Yəni burada, yəni bu 6 manata mümkünsüz bir, yəni tanınmış da bir marka idi. Bəli. Bax orada, yəni onu, o orijinal qutu ilə digər qutunu bir-birindən ayırmaq mümkün belə deyil. Bəli. Bax, yəni burada həqiqətən də bəzən professional belə, əgər biz belə çətinlik çəkirik-sə, bəli, yəni digərlərinin seçimi biraz... Aldadılması, seçim eləməsi çox... Ona görə çox yaxşı olardı ki, professional liniyası olan bir... Mən, məsəl üçün, bizdə istifadə olunan kremlərin professional qulluqları vardır ki, məsələn, onun gecə kremini, gündüz kremini xanıma veririksə, biz onun professional şəkildə işdə dəriyə qulluq, epidermal qat təmizlənir, emsüting liniyalarımız vardır ki, bəli, bunların köməkliyi ilə dəri tonlarını açırıq. Yəni, yaxşı olardı ki, mütəxəssisə müraciət edərək məsləhət alsınlar. Biz ən çox üz dərisinə qulluqdan danışırıq, amma etiraf eləyək ki, əllər də heç üzdən geri qalmayan qulluq tələb eləyir. Əllərə qulluqla bağlı, yəni qış fəslində daha çox soyuq hava ilə əllərimiz də təmasda olur. Əllər, mən deyərdim ki, qadının yaşını ələ verən ilk növbədə əllərdir. Əllər, bəli, bizdə yeni aksiyalarda, qış aksiyalarımız olacaqdır ki, üzə əllər, yəni bizdə Azərbaycanda əllərə qulluq, yəni deyərdim ki, ən arxa planda olan bir problemlərdəndir. İndi onu biz nəzərə alaraq başlamışıq ki, aksiya eləyirik, üz proseduralarında əllər hədiyyə. Əllərdə biorevitalizasiyanı çox bəyənirəm, nəticələrini. Fraksion lazer özü əllərdə çox yaxşıdır. Biz ona deyirik qocalıq ləkələri. Qəhvəyi rəngdə xallar olur, ləkələr olur və quruluq, sərtlik, nisbətən qabarmalar, bu kimi problemləri fraksion lazerin köməkliyi ilə aradan qaldırırıq. Ev şəraitində gündəlik olaraq xanımlara hansı tövsiyələriniz var ələ qulluqla bağlı? Xanımlarımız, bəli, sudan az istifadə etsinlər. Əgər sudan, bəzi xanımlarımız var ki, əlcəklə qab yumağı sevmirlər, amma hər hansı bir nəmləndirici krem, heç olmasa rakvinanın yanında olsun ki, əllərini yuduqdan sonra, yuyucu məhsullardan istifadə etdikdən sonra nəmləndirici kremlərdən gündə 4-5 dəfə istifadə olunsun. Bizim rejissorumuz bildirir ki, təxminən bir 5 dəqiqəlik zamanımız qalıb. Gündəlik bildiyimiz vərdişlərimiz var. Hansıları yanlış vərdişlərdir? Məsələn, üzü sabunla yumaq bir vərdişimiz var. Ümumiyyətlə, mən deyərdim ki, haradasa 7-8 il olar ki, mən üzümə, yəni duş qəbul eləməyi bura daxil etməsək, 7-8 il olar ki, mən üzümü su və sabun üzümə vurmuram. Sadəcə olaraq makyaj təmizləyici məhsullardan istifadə edirəm və bu xanımlarımız bəzi ola bilər ki, ev şəraitində yuyucu təmizləyici məhsullar, makyaj təmizləyici məhsulu olmaya da bilər. Amma hər birimizin evində yəqin ki, uşaqlar üçün nəm salfetkaları var. Yəni, bundan heç olmasa istifadə etsinlər, makyaj tamamilə üzdən bununla çıxardılsın. Sudan və sabundan demək olar ki, heç vaxt istifadə etməsinlər. Su və sabunun tərkibində xlor olduğuna görə dəridə epidermal qatda normadan artıq sağlam toxumanın ölməsinə gətirib çıxardır. Bəli, mən soruşmaq istəyirdim ki, sularımız yəni çox çirklidir deyə Xariqə xanım bunu tövsiyə edirsiniz. Çirklidir də deməzdim mən. Yəni, ümumiyyətlə, bütün sular əgər bulaq suyu deyil ki, bizim istifadə etdiyimiz sular. İstifadə etdiyimiz sular mərkəzləşdirilmiş su balansından gəlirsə, burada da mütləq xlordan istifadə olunur. Yəni, suların sterilizasiya olunması üçün. Burada da mütləq xlordan istifadə olunur. Burada da o da dərimizə gətirir, qurumasına gətirib çıxardır. Gündəlik o yanlış vərdişlərdən başqa nələri qeyd edə bilərsiniz? Məsələn, lasyonlardan istifadə edən Məsələn, yağlı dərilər tərkibində alkol olan lasyonlardan istifadə eləməlidirlər. Quru dərili xanımlar isə lasyon seçərkən tərkibində alkol olmayan lasyonları seçməlidirlər ki, dərinin normadan artıq qurumasına gətirib çıxartmasın. Və Xariqə xanım, son olaraq yenə də
sizin tövsiyələrinizə yer ayırmaq istəyərdik. Hansı tövsiyələriniz var? İstər qışda quru dəriyə qulluqla bağlı olsun, istər digər prosedurlarla bağlı olsun. Ümumiyyətlə, burada kosmetoloji prosedur deyəndə, burada mən xüsusi vurğu ilə demək istəyirəm ki, yaş məhdudiyyəti yoxdur. Heç olmasa ayda bir dəfə biorevitalizasiya proseduralarına, plazma terapiya proseduralarına üz tutsunlar. Bunları da etdirə bilmirlərsə, yəni maddi durum və yaxud da ki, ağrılı, iynəli proseduraları sevmirlərsə, mərkəzimizdə kök hücrə tədavisi deyilir buna. Yəni, iynəsiz mezoterapiya proseduralarımız vardır ki, bunun köməkliyi ilə xanımlarımız ağrısız və işsiz prosedura etdirməklə günlük həyatlarına davam edə bilərlər. Ümumiyyətlə, xanımlar hansı yaşda kosmetoloqa müraciət eləməlidirlər? Bizdə belə bir təsəvvür var ki, 25 yaşdan sonra müraciət olunmalıdır. Xanımlar bunu həmişə yadlarında saxlasınlar ki, kosmetoloqa hansı yaşda müraciət edirlər, elə o yaşda da qalırlar. Çox yaxşı fikirdir. Təşəkkür edirik Xariqə xanım. Minnətdarıq fikirlərinizə, tövsiyələrinizə görə. Tamaşaçılara xatırladaq ki, həm söhbətimiz həkim kosmetoloq Xariqə Quliyeva idi. APA TV-nin efirində Öncə Sağlıq proqramını hər həftənin bugünü eyni vaxtda izləyə bilərsiniz. Proqramlarla APA TV-nin internet saytında apa.tv ünvanında da tanış olmaq imkanınız var. Hələlik, sağlam olun.